Hörmətli izləyicilər, bugün yenə sizə 11-ci sinif olimpiada sualının digərini izah etmək istəyirəm. Bu da maraqlı bir sualdır. Cümlələrdən biri ellipsis baxımından fərqlidir. Bizə burada lazımdır ellipsis. Əvvəlcə bunu yadımıza salaq. Ellipsis bədii üslubda olur və hər hansı cümlədə buraxılmış sözdür, ixtisar edilmiş sözdür ki, onu asanlıqla bərpa etmək mümkündür. İndi biz baxaq, 5-dən biri fərqlidir. Hansı fərqlidir? 5-də də tapaq ellipsisi, sonra fərqləndirək. A bəndi, mərd özündən bilər, namərd yoldaşından bilər. Baxın, burada bir söz buraxılmışdır. B bəndi, igid ilqarından, dəvə ovsarından. Burada belə olmalıdır. İgid ilqarından tanınar, dəvə ovsarından tanınar. Burada iki yerdə söz buraxılmışdır. Ovsar sözünün mənası da kəndir deməkdir. C bəndi, adamı sözündən tutarlar, heyvanı buynuzundan tutarlar. Burada bir söz. D bəndi, anasına bax, qızını al, qırağına bax, bezini al. Burada bir söz. Qüvvə hər şeyi sındırar, ağıl qüvvəni sındırar. Artıq yəqin sizə aydın oldu. Biz görürük ki, A, C, D, Y bəndlərin hər birində bir söz buraxılmışdır. Yalnız D bəndində iki söz buraxılmışdır. Eyni söz burada ixtisar olunmuşdur. Ona görə cavab oldu B bəndi.